Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Uşaqlar, mən sizlə bugün musiqinin xarakteri haqqında məlumat verəcəm. Uşaqlar, ümumiyyətlə siz əvvəlki dərslərdə, 1-ci və 2-ci dərsdə sizə Gözəl Vətən musiqisini, yəni mahnısını səsləndirmişdim. Yəni YouTube üzərindən. Oradan artıq məlumat vermişdim ətraflı olaraq da. Uşaqlar, musiqinin xarakteri ümumiyyətlə 3 hissəyə bölünür. Bunlar şən, ciddi və qəmli olmaq üzrə 3 hissəyə bölünməkdədir. Məsələn, şən hər hansısa bir toyda oynadığımız bir mahnı ola bilər. Ciddi dövlət tədbirlərində səsləndirilən musiqi ola bilər. Bu təbii ki, dövlət marşları, milli himnlər və s. ola bilər. Daha qəmlilər isə daha çox təbii ki, yas mərasimlərində və yaxud o qədər də yaxşı olmayan, xoşagəlməz hadisələrlə nəticələnən zaman qəmgin tipli mahnılar səsləndirilir ki, bu mahnılar da həmin hissələrə aiddir. Gözəl Vətən mahnısı isə daha çox vətənin gözəl, belə deyim, gözəlliklərinə həsr edilmiş bir mahnıdır. Vətən, vətən, can vətən deyə bir səsləndirilir hətta. Burada təbii ki, söhbət əlbəttə şən bir ab-havadan gedir. Ona görə də deməli nə olacaq? Gözəl Vətən musiqisi musiqinin şən xarakterinə aid edilmiş olacaq. Deməli uşaqlar, burada mahnı xarakterinə uyğun şarı seçin və rəngləyin. Gözəl Vətən deməli şəndir və ona görə də siz burada olan şeyi rəngləyəcəyik. Yəni, məsələn, bu hissəni görürsünüz də uşaqlar, bu şarı. Bu şarı rəngləyəcəksiniz, belə. Sonra, indi təbii ki, kitabın üzərində rəngləməyin də uşaqlar. Yəni, sonra silinməsi asan olsun. Sonra, Uzun Dərə. Uzun Dərəni də keçən dəfə mən sizə çatdırmışdım. Uzun Dərə də Azərbaycan xalq mahnılarından biridir. Şən əhval-ruhiyyə kəsb eləyir. Uşaqlar, hətta balacalar tədbirlərdə də oynaya bilərlər bu mahnını. Çox yadda qalan bir mahnıdır, pozitiv bir mahnıdır, yaxşı bir mahnıdır və s. və s. Azərbaycan rəqslərindən biridir dedim. Uzundərə Azərbaycan xalq rəqsidir. Buna uyğun mahnı da var təbii ki. Bu mahnı çalınarkən uşaqlar səsləndirilərkən əlbəttə ki, əl çalmaqla bunu müşahidə edə bilərsiniz. Əl çalmağın özü də bir sənət tələb eləyir, bir ciddi məsuliyyət tələb eləyir. Ağ şarı Uzundərə rəqsinin xarakterinə görə rəngləyin. Uşaqlar, ağ şar burada budur da, yəni. Baxın, bu ağ şardır. Üstünə Uzundərə yazılıb. Bu əlbəttə ki, şən xarakteri daşıyır. Şən xarakteri daşıdığı üçün, yəni istədiyiniz rəngləri rəngləyə bilərsiniz. Yəni bu sarı da ola bilər, qara da ola bilər, göy də ola bilər, amma açıq rənglərə üstünlük verməlisiniz ki, yaşıl, göy, mavi, qırmızı. Bunlarla rəngləyin. Belə. Mahnının da rəqsin də xarakteri var. Bəli. Dediyim kimi şən, ciddi və qəmli. Bir də təkrar edirəm. Şən daha çox toylarda oynadığımız mahnılardır. Ciddi dövlət tədbirlərində, ölkələrin mahnıları, himnləri daha ciddiyyət tələb eləyir. Yəni, bu ciddiyyət tələb eləyən hissəyə aiddir. Qəmli isə təəssüf ki, yas mərasimləri ilə və yaxud qəmli hadisələrlə, yəni təəssüf ki, daha ciddi və daha pis hadisələrlə törədilmiş zaman, daha gözlənilməz uğursuz hadisələr baş verdiyi zaman səsləndirilən musiqilərdir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sonda kanalımıza abunə olmağı və dəstək olmağı unutmayın. Hələlik.